Şuur sayı 7. Enerji aşağıdan gəlir başa qədər, başa keçmir. Başda cəmi 3% enerji var. Və başda xaosdur. Bu insanlar davamlı olaraq təriflənməz. Başda ulduzdur. Həmişə biz deyirik, başda korona var. Yəni birdən daha yüksək egoist insanlar sayılır 7-lər. Sverx egoist insanlar sayılır 7-lər. Yəni hər şeydə bir 7 gələndə onun gəlişindən sən enerjini hiss eləyirsən. Nəsə eləyəcək ki, diqqəti özünə çəksin. Nəsə eləyəcək ki, mənə baxın, mən buradayam, burada varam. Məni tanıyın. Hər şey eləyəcək ki, o talpada, o 100 nəfərin içində tanınsın. Populyarlıq olsun. Bəli, priznaniya versinlər ona. Ona tərif versinlər. Bütün bu priznaniyaya dair yaradılmış hər şey 7-lər tərəfindən yaradılıb. Kuboklardır, sertifikatlardır. Hər şey 7-lər tərəfindən yaradılıb. Yəni onların həyatından götürülüb. Onlar yaradıblar ki, nəsə oldu, kubok verilsin, Oscar falan 7-lər yaradıb. Harda faydalı ola bilərlər? 7-lər bir krizis menecerlərdir. 7 özü plan yaza bilmir. 7-nin problemi. 7 özü plan yaza bilmir. 7-yə plan yazıb verirsən ki, bunu elə, bunu elə, bunu elə, həmən eləyir. Həmən reallaşdırır. 7-nin problemi özünün disiplində olmamağıdır, planının olmamasıdır. Xaosdadır, bilmir nə eləsin. Amma sən ona yazılı şəkildə versən, yaxşı icraçıdır da. Çox qəşəng, həmən icra eləyir. Yaxşı icraçı 2 oturub başa düşüb sonra icra eləyəcək. 7 başa düşmədi, getdi, davay. İrəli. Mən bunu öz konsultasiyalarımda da görürəm. Şuur sayı 7-nin bir dostum gəldi, cüzdan rəngi dedim. Mən özüm elə cüzdan rəngimi almamışam. Deyirəm də ki, bu belədir, amma özüm qara cüzdandan gəzirəm. Ona dedim ki, bəs sənin cüzdan rəngin boz qəhvəyidir dedim. 7-lərin cüzdan rəngi. Səhər gün məzən gətir ki, əlçisi o tikdirirəm deyir ondan. Tapmayıb, tikdirirəm deyir ondan. Yəni iminlə eləncə tikdirirəm. Mən şəkilən atdı ki, normaldır dedim hə. Üstündən o 3-4 gün keçdi. Mən yazdı ki, əlçisi o tikdirdim, götürdüm. Bir təxminən 10 gün keçdi. Mən yazdı ki, əziz, yəni özü stomatoloq işləyir. Deyir, Allah səndən razı olsun deyir. Lordidə də deyir, pula rezin atıram deyir. Yəni həmişə var. Həmişə cüzdanımda pul var deyir. Əvvəl deyir, məndə belə olmayıb. O ümumiyyətlə bizə rənglərində təsiri var. Sadəcə məndə də qırmızı rəng çıxmışdı. Sən ondan qırmızı elə. Sən mütləq məndə yəni yasəmən rəngidir. Yenə yasəmən rəngi hardasın? Yox, yasəmən rəngidir. Yasəmən harda? Necə? Yasəmən mən cüzdanımı görmüsən sən? Gördüm. Pis deyil də. Biraz tündə çalır, amma yenə də çox cüzdan rəngi çox maraqlıdır. Mən o cüzdanı götürəndən sonra mən həmişə kartdan pul çıxardırdım, qoyurdum cüzdanıma. O xərclənirdi, təzədən yenə kartdan pul çıxardırdım, qoyurdum cüzdana. Bu kart cüzdan gələndən sonra elə olur ki, müştəri misal üçün mənə nağd pul verir, 100 manat, 150 manat, 200 manat. Mən qoyuram onu cüzdana, o pul xərclənmir. Nəsə lazım onda isə mən çıxarıb verəndə belə deyirlər, yox, xırdamız yox, təzədən qayıdır cüzdanıma və qalır orada. Axırda mən o pulu götürüb qırağa atıram, təzədən oraya yenə bir 100-lük, 200-lük girir. Yenə qırağa atıram, yenə bir 100-lük, 200-lük. Davamlı olaraq cüzdandan keçir. Dolur hə? Hə, dolur. Davamlı olar. Amma bu bilsiz necədir? Bu o da indi izləyicilər baxır. Gərək yoxlayaq bunu. Mən də yoxlamamışam. Mütləq. İzləyicilər baxır deyir, "Vəsə, davay mən cüzdanımın rəngini dəyişəcəm, partladacam." Elə deyil. Mən axı birinci növbədə disiplindəyəm. Mən insanları anlayıram, mən enerji itirmirəm. O enerjini qoruyub saxlayıram. Bunların hamısını eləyəndən sonra o köməkçi vasitədir. Eyni zamanda səndə də təsir edəcək. Niyə? Çünki sən də bunların hamısını eləyirsən. Köməkçi vasitədir. 7-lərlə bağlı 7 mənfidə dağınıqdır. 7 mənfidə xaosdur, 7 müsbətdə dahidir. Enerjini başa keçirtdi, dahidir. Eyni cürə 4 kimi yeni bir şeylər yaratmağı bacarır. Yeni şeylər gəlir onun ağlına və onları yaradır. Eyni 4-lərdəki kimi.